Salam, hörmətli tamaşaçılarımız, həftə sonu yenidən sərbəst müzakirə verilişində xoş gördük sizləri. Bildiyiniz kimi, hər həftə bizim icmamız ətrafında baş verən müxtəlif hadisələri, müxtəlif məsələləri müzakirə edirik. Bugün də yenə son günlərdə baş verən bir hadisəni müzakirə edəcəyik. Studiyamızın qonağını istəyirəm sizə təqdim edeyim. Qonağımız siyasətçi Əhməd İmamquliyevdir. Xoş gəlibsiniz Əhməd bəy. Xoş gördük. Çox sağ olun. Əhməd bəy, sağ olun gəldiyiniz üçün. Biz son günlərdə kənd təsərrüfatı ilə bağlı müəyyən narahatçılıqlar yaşandı, müəyyən proseslər baş verdi. Bugün elə bu məsələləri müzakirə edəcəyik. Əlbəttə, bizim regionumuz, Kuymo-Kartli regionu bilirik ki, aqrar bir regiondur və burada həm kənd təsərrüfatı, həm maldarlıq geniş, hətta ötən günlərdə də bir tarixi bir təsdiqini tapdı ki, hətta deməzsəmi 8000 il bundan öncə bu Kuymo-Kartlidə, xüsusən də Şulaveri ərazisində, Marniol ərazisində ilk dəfə buğda, un üçün olan o buğda becərilibdir. Bunun da özü yenə bir daha təsdiq edir ki, yəni qədimdən bizim bu bölgələr kənd təsərrüfatı və maldarlıqla məşğul olublar. Bugün də yenə bu ənənə davam edir təbii ki. Amma müəyyən problemlər var. Uzun illərdir bu problemlərin həlli istiqamətində demək olar ki, işlər görülüb və ya görülməyib, görülsə də çox zəif görülübdür və nəticəsi olaraq bugün kənd təsərrüfatı sahəsi istədiyimiz qədər inkişaf edə bilmir və rəqabət baxımından problemlər yaşayır. Elə son günlər Şulaveridə bir neçə kəndin, Marnioli Bələdiyyəsinin bir neçə kənd sakinlərinin də etiraz aksiyası da buradan qaynaqlandı ki, ölkəyə xaricdən gələn, idxal olunan məhsullarla rəqabət aparmaq olmur və daha ucuz gətirib satırlar və yerli əhali isə bununla, belə deyək, rəqabətdə tab gətirə bilmir və nəticədə zərərlə bitirirlər, zərərlə yekunlaşmış olur proses. İstəyərdim, əvvəlcə bu məsələyə bir nəzər salaq, daha sonra suallarımız olacaq. Bəli, ilk öncə bir daha təşəkkür edirəm. Sizin izləyicilərinizi salamlayıram. Təşəkkür edirəm ki, dəvət etdiniz. Gəlin, elə ilk öncə oradan başlayaq ki, bəli, həqiqətən kənd təsərrüfatının nə dərəcədə önəmli olduğunu bütün dünyada, bütün ölkələr üçün yəni əhəmiyyətini hər kəs bilir və bu danılmaz bir faktdır ki, siz də vurğuladığınız kimi ki, Borçalı, yəni qədim illərdən, necə ki siz buyurdunuz və o təsdiqini tapdı. 8000 il bundan öncə bu kənd təsərrüfatıdır da, yəni o buğdanın tapılması, un məhsuluna çevrilməsi kənd təsərrüfatının inkişafının göstəricisidir ki, yəni el dili ilə desək, necə də bir zəngin torpağımız var, necə də bir gözəl elimiz, obamız var və burada da bugünkü hakimiyyət, yəni mən bugünkü hakimiyyət deyirəm və eyni zamanda təbii ki, dövlət siyasətini nəzərdə tuturam. Çünki bugün dövlətin başında olan, istər legitim, istər qeyri-legitim hakimiyyət olsa belə, kənd təsərrüfatına böyük bir dəstək verməlidir. Çünki biz yaxın, belə deyərdim ki, tarixə baxsaq və ölkələrə nəzər salsaq, məsələn, Hollandiya kimi ölkə və ya başqa bir ölkələr hansılar ki, kənd təsərrüfatından daha da inkişaf ediblər və daha da çox zənginləşir həm əhalisi, həm dövləti. Məsələ Gürcüstanın da hakimiyyəti bu məsələyə çox ciddi yanaşmalıdır və siz də buyurduğunuz kimi bizim kəndçilərimizə maddi-mənəvi dəstəyini göstərməlidir. Bunlar nədir? Yəni, bilirsinizmi, bunu da vurğulamaq istəyirəm ki, heç kəsin fikri və nəzəri qaçmasın başqa yerə. İstəyirəm ki, bəli, indi çox adam deyirdi ki, orada bizim kəndçilərimiz və mən də bir tərəfdən həm qınayıram, həm də qınamıram. Çünki niyə? Kəndçi bir şəxs, yəni hansı kənd təsərrüfatından məşğuldur, bu siyasətdən dərindən bilməsi də şərt deyil bu adamın. Ola bilər ki, tənəffüsdə yanlış bir fikir söylədi. Dedi ki, misal çəkim, deyirdilər ki, o aksiya üzvləri deyirdilər ki, məhz biz
daha da baha satmalıyıq. Misal 3 liraya yox 5 liraya. Bu önəmli deyil. Orada sadəcə olaraq bu kənd təsərrüfatından məşğul olan insanlar, mənim düşüncəm budur ki, tam da izah edə bilmədilər. Onlar yəni yaranmış vəziyyətdən çıxış yolunu o cür görürlər. Amma mən indi buna da məsələnin kökünə qayıda bilmirlər ki, məsələnin kökü hardan qaynaqlanır ki, o baha satmalıdır. Əslində üzr istəyirəm, yəni o belə deyək 7-8 liraya yox, 3 liraya da satsa ona xeyir edə bilərdi. Amma hansı şərait? Şəraitdə, bəli. Bax, elə gözəl vurğuladınız. Çünki elə onu açıqlamaq lazımdır və istəyirəm həm bu bizim kənd təsərrüfatından məşğul olan insanlar da biraz bu məsələyə dərindən baxsınlar. Bunu da vurğulamaq istəyirəm ki, o bizim məşhur bir pis amma məşhur söz var elimizdə. Deyir ki, mən siyasətlə maraqlanmıram. Ən böyük yanlış ideyadır. Elə məhz bax, o siyasətlə maraqlanmadıqları üçün o kənd təsərrüfatından məşğul olan fermerlər yanlış düşüncə yürütürlər. O da nədir? Məsəl çəkirəm, qayıdıb deməlidirlər ki, hakimiyyət, bugünkü hakimiyyətdə olan 1x fərqi yoxdur. Bugün o Gürcü arzusudur, sabah hər hansısa bir başqa partiya gələcək və ya koalisiya gələcək və ya dünənki başqa bir hakimiyyət. Zaten bu problemlər üst-üstə yığılıb gəlib. Bir günün deyil. Zamanında da bugünkü tamamilə doğrudur. Bu bir günün məsələsi deyil. Mən hər çıxışımda siz bilirsiniz ki, Şevarnadzenin son dönəmindən, yəni hakimiyyətdə olan dönəmindən başlayaraq, bəli, bu günə qədər bütün hakimiyyətləri bizim xüsusən də Kvemukartli ilə bağlı, Borçalı ilə bağlı atdığı addımları qınayıram. Bu nədir? Baxın, o bizim kənd təsərrüfatından məşğul olan insanlar bunu yaxşı bilməlilər ki, birinci növbədə aksiya edərkən hakimiyyətdən tələb olunmalıdır ki, bizim subsidiyalarımız hanı? Siz niyə bizə dəstək vermişsiniz? Niyə bizim, misal çəkirəm, birinci növbədə əgər neftdirsə da neftlə o təmin olunmalıdır, yəni neft məhsulları, bu benzindir və ya dizeldir, yanacaqdır. Yanacaq odundursa da, odunun biz hər kəs bilir ki, siz məsəl çəkirəm, elə sizin kəndiniz götürək, Şulaveridə yaşayanı və ya Qaçağanda yaşayanı, bunlar meşə ərazisində yaşamır ki, bunlar gedə meşədən gətirir. Bunlara demək devlət nə qarmalıdır? Subsidiya verməlidir, voucherlər verməlidir, bunlara dəstək olmalıdır ki, ən azından yandırılan odunun yarı hissəsi devlət tərəfindən təmin olunsun ki, həm ölkəmizdə yetişdirilən məhsulun qiyməti ucuz olsun və xaricdən gələn o məhsullarla bizim yerli fermerlərin arasındakı o konkurensiya təmin olsun və bizim yerli əhalimiz həm məhsulu ucuz yeyəcək, həm də kənd təsərrüfatı inkişaf edəcək. Kəndçi də əkdiyi məhsulun ən azından, çünki kəndçinin, hər kəs bunu da xatırlamalıdır ki, kəndçi biznes deyil kəndçinin etdiyi iş. Kəndçi nə edir? Bir ili gözləyir ki, bir il ərzində gələn il o vaxta qədər həm ailəsinin təminatını əldə eləsin, qazancını əldə eləsin və eyni zamanda da götürdüyü kreditləri ödəyə bilsin. Elə mən istədim bu məsələləri həll edə bilsin. O subsidiya ki dediniz, ən vacib məsələlərdən biri də yüksək faizli kreditlərdir. Bugün kənd cəmaatı, fermerlər, yerli əhali 20%, 23%lik kreditlər götürür. Hətta çox dəyərli. Hətta bəzi hallarda daha çox. Və bunu düzəltmək üçün arada adamlar tapırlar ki, onlara pul ödəsinlər, əlavə. Çünki ötən il götürdüyü krediti ödəyə bilməyənlər var. Onu yeni kreditlə ödəməyə çalışır. Yəni bunun borcu daha da çoxalır. Daha da çoxalır, faizlər artır. Bunların özü böyük bir problem. Elə məhz onu mən vurğularam ki, burada artıq yəni kim devrəyə keçməlidir? Hakimiyyət devrəyə keçməlidir və hakimiyyət nə etməlidir? Mərkəzi banka, misal çəkirəm, Əhməd İmamquliyevə və ya başqa bir X şəxsə əgər ticarətlə məşğul olursa, alğı-satqı ilə, misalım, xaricdən mal gətirir və ya daxili bazarda alğı-satqı ilə məşğul olursa, ona verdiyi faizlə kəndçiyə verdiyi faizin arasındakı böyük bir fərqi göstərməlidir. Yəni o dəstəyi göstərməlidir ki, yenə də vurğulayıram, burada iki məqam var. Həm yerli vətəndaş özünün ailəsinin yaşayış təminatını
öz gücü ilə təmin edə bilir. Həm də kəndçi kənd təsərrüfatını becərməklə şəhərdə yaşayan və ölkəmizin məhsulunu xaricdən gələn məhsuldan fərqli olaraq qiymətini ucuzlaşdırıb və daha da ucuz satdırmasına imkan yarada bilər. Ona görə də bunun bütün ilk öncə günahı mən düşünürəm ki, hakimiyyətdədir və çox təəssüflər olsun ki, aidiyyatı qurumlardadır belə deyək. Yəni baxın, mən çox təəssüfləri olsunu hardan başlamaq istəyirəm? Çox təəssüflər olsun ki, birinci növbədə bizim təyin olunmuş merimiz, ikinci növbədə isə təyin olunmuş millət vəkillərimiz bizdən olan. Çünki mən hər dəfə sizin efirinizdə yəqin ki, xatırlayırsınız və bütün izləyiciləriniz bilir ki, mən heç bir zaman belə deyim, nə bilim, Zuqdididən seçilmiş Georgi, nə bilim, Kimsaşviliyə mən ümid bağlamayıram. O bizim problemimizi danışası deyil, həll edəsin. Yəni o Zuqditli və ya nə bilim mən Senakili öz Senakisində mən də öz Marniulimlə həm bizdən olan, yəni bizim bir parçamız, bizim bir belə deyim millətimizin nümayəndəsi olaraq orada yer alan Zaur Darğallıdan və Marniuli merinin mer postunda oturan bugün Daur İsmayılovdan yəni incəmişəm ki, yəni ən azından buradakı olan mövcud problemləri mərkəzə gedib quberniyada şəkil çəkdirməklə bu işlər bitmir. Gedib parlamentdə şəkil çəkdirməklə bu işlər bitmir. Və ya gəlib bugün o az öncə vurğuladığımız o taxıl məhsulunun 8000 il bundan öncə tapıldığını bütün dünyaya yaymaqla necə deyərlər bizim xalqın problemi aradan qalxmır. Ona görə də nə etməliyik? O gözəl bir söz var, deyir, bal deməklə adamın ağzı şirin dad verir. Bunu gərək həyata keçirək. Adi misal üçün o şərabçılığı da deyirlər. O da onun da vətəni yenə İmirdədir deyirlər. Yaxşı, gəlin görək məhz üzümçülüklə bağlı hansı burada subsidiyalar var, hamısı dəstək var. Bəzi bölgələrdə biz bildiyimiz qədərilə var. Gürcüstanın bütün bölgələrində var. Baxın, yəni mən bu ayrı seçkiliyi açıq aydın deyirəm. Bu milli ayrı seçkilik istərsiniz adını qoyun, istərsiniz Zaur Darğallı kimi nümayəndələrin, Savalan Mirzoyev kimi nümayəndələrin belə deyim zəifliyinin belə nəticəsini adını qoyun və ya Daur İsmayılov kimilərinin zəifliyinin nəticəsini qoyun. Amma bu reallıqda var qardaşım. Bunu danışmamaqla bu problem aradan getmir ki. Yəni bir insanın hər harasısa da ağırsa, həkimə getmədən hey ağrıyıram deyib evdə otursa, bu problemi aradan qalxmayacaq ki. Bu problem varsa da biz də necə deyərlər bu vətənin bir hissəsi olduğu üçün, bir canlı hissəsi olduğu üçün bizim də ağrıyan yerimizi gərək hakimiyyət bizə vergi ver deyən, bizim evlatlarımızı əskəriyə aparıram deyən hakimiyyət gərək nə edə? Gərək bizim yaşam səviyyəmizi yüksəkləşməsi üçün əlindən gələn hər bir işi edə ki, həm kəndçi, həm şəhərli stabil şəkildə yaşaya bilsin. Yəni bunun da başı və sonu hakimiyyətdir və yenə də hakimiyyətdir. Bütün kəndçilərimizə də buradan səslənirəm. Hər hansı bir aksiya etsəniz, mən sizdən xahiş edirəm ki, çəkinmədən, qorxmadan, o mənim seçki öncəsi dediyim bir söz var. Sizin əlinizdə bir lapatka var, onu da gəlib alası deyirlər ki, qorxmamaq lazımdır. Hakimiyyətdən də tələb eləmək lazım. Niyə? Suvarma sisteminə siz də elə, belə deyim, kənddə yaşayan bir vətəndaşımız, bir soydaşımız kimi sizə də elə ritorik sual verirəm. Çünki cavabını özüm bilirəm. İstəyirəm ki, xalq da eyni zamanda eşitsin. Suya vergi verirsinizmi dostum? Verirsiniz. İşığın yəni ödənişini edirsiniz. Qazını edirsiniz. Bu yanacağın ödənişini öz cibinizdən edirsiniz, baha edirsiniz. Plonkası, salafanlar, plonkası, salafanıdır, torpaq vergisi verirsiniz. Yəni bunları əgər biz veririksə, devlət də bizim kəndçimizin
yəni məhsulunun yaxşılaşdırılması üçün birinci növbədə əlindən gələn hər bir iş etməlidir. Mən bayaq az öncə Hollandiyayı boşuna misal çəkmədim. Hollandiya ərazi olaraq Gürcüstandan çox da böyük ərazisi yoxdur, amma bütün dünyaya kənd təsərrüfatı məhsullarını, bəli, belə deyim sizə, meyvəsini ixrac edir, tərəvəzini ixrac edir, pendirini ixrac edir, mən sizə deyim, inəklərini bilə ixrac edir. Yəni, bilirsiniz də, məşhurdur Hollandiya inəkləri. Gülünü ixrac edir. Yəni, bunun hamısı birinci növbədə, yəni başlanğıcı devlətin, yəni hakimiyyətin o zaman hər kimsə yaratdığı bir sistemdir. Kənd təsərrüfatı üçün dəstək verdiyi müddətcə devlət güclənir, kəndçi güclənir, kəndçi də gücləndikcə ölkə güclənir. Yəni bu qaçınılmazdır. Baxın, deməli Mustafa Kemal Atatürk'ün çox gözəl bir sözü var idi və həqiqətən də Türkiyədə elə misal çəkə bilər. Çünki o da orada kənd təsərrüfatından belə deyim sizə məşhur bir ölkədə ixrac edir, bilirsiniz. Gürcüstan bazarına, Azərbaycana, Qazaxıstan, Ukrayna, Rusiyaya belə ixrac edir. Hətta Avropaya belə ixrac edir öz kənd təsərrüfatı mallarını yaxın qonşularına. Məsələ nədən ibarətdir? Mustafa Kemal Atatürk nə demişdi? Kəndçi demişdi, ölkənin ən ağa babasıdır. Yəni niyə? Çünki kəndçi gücləndikcə ölkə güclənir. Yəni bu qaçınılmazdır mənim əzizim və bunu da dediyim kimi bir daha təkrar edirəm ki, birinci növbədə gəlin birlikdə siyasi partiya olaraq deyil. Çünki çox adam siyasətlə, siyasi proseslə, siyasi partiyaları səhv salır. Misal çəkirəm, Şulaveridə siz xatırlayırsınız, pandemiya devrində biz gəldik, xalqın yanında durduq. Niyə? Çünki xalqımızı əzməyə, kəndçimizi əzməyə çalışan hakimiyyət var idi. Onların əlindən tutub daha da güclənməyə biz vadar olduq. Çox şükür Allaha o imkanları yarada bildik. Amma orada biz nə oldu? Orada hətta siz də yaxşı bilirsiniz ki, Gürcü arzusunu dəstəkləyən, çox belə yaxından dəstəkləyən insanlar var idi. Amma o demək deyildi ki, mən onların yanında durmamalıyam və ya onlara da o demək deyildi ki, mənim yanımda dura bilməzlər. Bizim məqsədimiz Əhmədi seçmək deyildi. Bizim məqsədimiz kəndçinin kənd təsərrüfatı malını daha da yaxşı satmaq idi. Bugün də odur, sabah da olacaq. Bu önəmli deyil ki, bugün dediyim kimi biz orada siyasi tələb edəndə Əhmədi dəstəkləmiş olmuruq. Biz siyasi tələb edəndə filankəsi dəstəkləmiş olmuruq və ya biz kəndçilər olaraq hər hansısa problemi dilə gətirib bugün təyin olunmuş merdən nəyisə tələb edəndə ona qarşı çıxdığımız məqsədi daşımır. Bəli, biz onun tutduğu vəzifəsinə görə ondan haqqımızı tələb edirik. Yəni bunu bir kere anlamaq lazımdır ki, biz bugün Zaur Darğallıyı, Daur İsmailovu tənqid edərkən şəxsiyyətini deyil, tutduğu vəzifəsini tənqid edirik. Biz onları tənqid edirik ki, ona görə ki, məsəl çəkirəm, Daur İsmailovun əlində 80 milyon lariyə qədər büdcəsi var. Xalqın büdcəsidir. Bu Marniulin artıq subsidiya üzərindən 90 milyona gəlib çatır. Bu xalqın büdcəsidir. Yəni, Daur İsmailov o 90 milyondan xalqımıza dəstək olmalıdır. Hər hansısa kənd təsərrüfatına. Bəli, zaten kənd təsərrüfatı ya arxları düzəltməlidir, ən azından, ya az öncə dediyimiz kimi, nə bilim mən, salafan alarkən voucherlər yaratmalıdırlar. Bir müddət var idi zaten. Kübrə almaq üçün var idi. Odun almaq üçün var idi. Mən o günləri eşitdim, hətta məcbur olaraq bunları soruşdum. 10 min lariyə qədər pul çıxır təkcə toxum almağa. Yəni bu kəndçi 10 min lari toxumunu əkir. Bu da o necə deyirlər, Allaha qalır ondan sonrası. Bir iştilin bayaq da biz ola da bilər bitməsin. Nə oldu axı? Bir iştilin becərilməsi 3-4 lariyə başa gəlir. Ay sağ ol. Bir adam da 10 min, 20 min iştil əkəndə onu hesabla gör hara gəlir və bu gün də
o məhsulu sata Həm də bilməndə zərərlə oturur. Bunu da istəyirəm indi bilməyənlər bilsin. Yəni o hər ştil, əkilən ştil də ola bilsin bitməyə bilər. Təbii. Yəni çünki onun qurdu var, onun yağışı var, onun yeli var, onun söyüğü var. Yəni bunların hamısı bir-birinə bağlıdır. Bu elə bir məsələ deyil ki, istəkən istehsal eləyirəm, bu istəkənin %100 başa gələcək, biri də qırılsa canın sağ olsun. Yəni bu misal elə bəri başdan kəsilməmiş qarpızdır, elə deyil. Yəni bitə də bilər, bitməyə də bilər. Çox sağ olun. Gözəl vurğuladınız. Mən elə misalın birində ona çəkmək istəyirəm. Bizim kənddə yaşayan yaxın tanışlarımız deməli bu yaxınlarda kələm əkmişdilər. Deməli toxumu aldılar, gübrəsini aldılar, əkin, biçin elədilər. Axırda kələm yox, gül çıxdı. Yəni bunu yəqin ki bütün kəndçilər bilir bu necə ola bilər də, olur belə şeylər. İndi o insana dövlət dəstək olmayandan sonra siz az öncə vurğuladığınız vəziyyətə gəlib çıxırıq. Nə veririk? Gələn il gedir mövcud borcunu kreditin üzərinə bir daha kredit götürür, borcu yüksəlir. Təbii ki, bunun gözləntisi daha çoxdur. Çünki əkdiyi məhsulu artıq 1 liraya yox, 3 liraya satmaq istəyir ki, niyə? Ən azından borclarını ödəsin və bir ailəsinə, bir balasına, bir anasına, bacısına və ya atasına bir qismət çörək gətirə bilsin. Ona görə də biz gərək bir-birimizi anlayaq, empatiya qura bilək və bu empatiyanın əsas başlanğıc məqamı mən də deyənə düşündüyüm budur ki, siyasi prosesdən başlayır. Bu siyasi prosesin altını yenə çizərək deyirəm ki, çəkinməyin, qorxmayın. Siz, biz birlikdə nə isə tələb edəndə o demək deyil ki, siz sabah seçkilərdə Əhmədin və ya başqa bir X-in yanında durmaq məcburiyyətindəsiniz. Zaten ki, elə deyil, özünüz də yaxşı bilirsiniz. Elə deyil, zaten mən özüm bir də tanıyıram, bizim öz kəndçilərimizdir və seçkilərdə hakim partiyaya səs toplayan adamların əksəriyyəti oradaydı. Oradaydı, mən də tanıyırım, bəli, lap yaxından tanıyırım. Yəni bunun siyasətlə heç bir əlaqəsi yoxdur. Bəy, o zaman gəlin belə deyək, bəs bu məsələdə çıxış yolu nədir? Və ümumiyyətlə, bayaq dediniz, parlamentdə bizi təmsil edən millət vəkilləri var. Zaur Darğalıdır, Savalan Mirzəyevdir. Təbii Savalanın indi bölgəsi biraz fərqlidir, amma bizim bölgə üzrə əsasən Zaur Darğalıdır. Eyni zamanda merimiz Davur İsmailov. Bunlar Kənd Təsərrüfatı Nazirliyini bölgəyə dəvət etməlidir, cəlb etməlidir, problemi qaldırmalıdırmı? Yəni mövcud problemləri. Mümkündür ki, Nazirlik ümumi ölkə üzrə müəyyən proqramlar həyata keçirir və o proqramlar da bizə gəlib çatır-çatmır, bəlli deyil. Zaten doğrudan da bir çox proqramlar olur, amma bizim insanlarımız bundan xəbərsizdir. Çünki məlumat qıtlığı var. Ümumiyyətlə, yerli medialar, belə deyək də, biz burada bugün artıq neçə ildir fəaliyyət göstəririk. Bir dəfə görmədik ki, Kənd Təsərrüfatı Nazirliyindən bizimlə hər hansı bir əməkdaşlıq edilə və müəyyən qurumlar oldu ki, müraciət etdik, ümumiyyətlə reaksiya 0 dərəcəsində oldu. Bu problemlər hamısı üst-üstə yığılır və gəlir bu məsələlər baş verir. Siz necə düşünürsünüz? Təbii ki, birinci növbədə elə siz vurğuladığınız kimi parlamentdə oturan nümayəndələr. Yəni sizinlə bir məsələdə razılaşmıram ki, artıq bilirsiniz ki, parlamentdə proporsional siyahıdır. Zaur Darğalı da, Savalan Mirzəyev də, yəni regional olaraq onlara səs verməyiblər. Onlar bizim millət olaraq ora seçiliblər. Yəni bir millətimizdir. Çünki Zaur Darğalı da siyahı deyildi. Bir Georgi kimi, bir Dato kimi. Savalan Mirzəyev də eyni siyahı deyildi, parlament siyahıdır. Ona görə də mən düşünürəm ki, onların bir millət olaraq borçlarıdır ki, bütün Gürcüstan üzrə bizim millətimiz harasında, Gürcüstanın harasında yaşadığından asılı olmayaraq onların problemlərini dilə gətirsinlər və tələb etsinlər. Bax, burası önəmlidir. Əvvəlcə gedib maraqlansınlar. Bəli. Mən üzr istəyirəm, son dövrlər baxırıq. Zaur Darğalı müəyyən kəndlərə gedir, amma təəssüflər olsun ki, o video çarxlarda biz hələ də bir problemlə maraqlanıb və problemin dinlədiyini görmədik. Bu məsələyə toxunacağım. Bir bunu bitirim. Yəni onlar orada tələb etməlidirlər. Tələb etməlidirlər. Problemləri ki, zaten bilirlər. Yəni Zaur Darğalı qayıdıb desə ki, mən bu problemi bilmirəm, yalancıdır.
Bax, buradan deyirəm. Bütün efirdə onun dostları da, qohumları da desinlər ki, mən yalan danışıram. Çünki Zaur Darğalı necə ola bilər ki, mən Əhməd İmamquliyevin xəbəri var ki, məsələn, Qırıqlıda, Qaçağanda, nə bilim mən, Kürüstü kəpənəkçimizdə bu problem var. Məsələn, Kürüstü kəndlərimizdə bu problem var. Oğun xəbəri yoxdur, bu yalandır. Yalancıdır. %100 xəbəri var. Qaldı ki, Savalan Mirzoyev bəy də aynı problemləri bilir, dilə gətirmirlər. Tələb etməlidirlər. Niyə? Çünki onlar seçilmiş orqandılar və ali orqandır parlament və parlament bilirsiniz, Kənd Təsərrüfatı Nazirində, Baş Nazirində hamısını parlament təsdiq edilir. Ona görə də onların ixtiyarı var. Birbaşa məktub yazalar Kənd Təsərrüfatı Nazirinə və ya görüşlər keçirərlər. Görüşə gedələr, onları dəvət edələr parlamentə. Buna da ixtiyarları var və orada öz istəyi, sualları və ya tələblərini qoyarlar onların qarşısına. Bunu etmirlər, çox təəssüflər olsun. Qaldı ki, siz dediyiniz o çarxılar, videolar çəkdirirlər, şəkil çəkdirirlər. Mən illərdir onlara təbəssüm edərək, yəni belə pis çıxmasın, gülürəm. Niyə? Çünki mən adını da çəkəcəm artıq videoda, çünki ictimai idi o video. Gördünüz orada bizim gözəl bir el oğlumuz Anar bəy illərdir, yəni bu hakimiyyətin vaxtından deyil, illərdir, yəni keçmiş hakimiyyətin vaxtından da adamın parnikləri var, adam kənd təsərrüfatı məhsulları yetişdirir və çox da gözəl yetişdirir, öz biznesindən məşğuldur. Zaur Darğalı bəy niyə gedib böyük miqyaslı iş görən adamlarla görüşüb, onların işlərini, videolarını çəkib, elə belə pis çıxmasın, bloger kimi reklam edir? Gəlsin, görüm, Qırıqlıda bir kəndçinin, hansı ki sıradan bir parniki var qapısında, onun yanına getsin. 99% hamı eyni vəziyyətdə. Yəni, onun yanına getsin. Nə bilim, mən Marniulidə, Sarvan elində qapısında 3 dənə, 2 dənə mal baxan, otarmağa torpağı olmayan bizim soydaşımızın, vətəndaşın yanına getsin. Görüm, gedə bilirmi? Getmir. Yəni, istəkləri yoxdur. Bunun da çıxış yolu... Yəni, problemi eşitmək istəmir. Nə problemi, nə görmək istəmir. Ailələrə getsə, problem çıxacaq. Çünki Anar bəydən nə problem görsün, nə və ya nə eşitsin. Anar bəy ondan da artıq eləsin. Buradan da deyirəm, ondan da artıq eləsin. Çünki niyə? Bizim elimizdə nə qədər daha güclü fermer olsa, o az öncə dedim, həm dövlətimiz, həm elimizin gücləşməsidir. Amma Anar bəy reklam etməyə nə ehtiyac var? Onun parniklərini göstərməyə nə ehtiyac var? Öz maddi gücündən, banklardan aldığı kreditlərlə, çünki Anar bəy sıradan bir kəndçi kimi 10 min, 20 min ala bilmir. Çünki onun işi daha miqyaslı, böyük miqyaslıdır. Gedir, böyük kreditlər alır, daha ucuz faizlə alır. Hər adam edə bilmir. O öz işini özü apara bilir, öz gücü ilə. Bunun üçün əvvəlcədən də biraz maya da lazımdır. Zaur Darğalıya yəni ehtiyac yoxdur orada. Zaur Darğalı kimsilərinin xalqın, kəndçilərimizin yanında durmağa ehtiyacı var. Yəni getsin o aşağıda, məsələn, hardasa aşağı kəndlərimizdə o çətin şəraitdə zorla məhsul yetişdirən insanlarımızın yanına getsin, desin ki, dərdin nədir, problemin nədir? Sana odun mu lazımdır, su mu lazımdır, gübrə mi lazımdır, toxum mu lazımdır desin, görək edə bilirmi? Bunları soruşsun və ya bunun necə ki, mən az öncə dedim, baxın, mən bunu havadan almıram, siz də bilirsiniz, buradan izləyiciləriniz də yəqin ki, mənim yalan danışdığımı, əgər yalan danışıramsa, altından yaza bilərlər sizin video çarxınızın. Misal çəkirəm, mən haradan bilirəm ki, 10 minlərlə qramı, məsəl çəkirəm, 160'lar idi pomidor toxumunun. Niyə, hardan bilirəm mən bunları? 80 qramı bir belədir falan. Bunları mən analiz etmişəm da. Getdim, soruşdum, ən bahalı toxum neçədir, ən ucuzlu toxum neçədir, gübrəsi neçədir. Bunları 5 dəqiqə öyrəşirəm. Yəni, siz də bilirsiniz, öyrəşə bilərsiniz. Hər bir adam da öyrəşə bilər, şükür Allaha, ictimai məsələlərdir bunlar. İnternet var, ən azından 21-ci əsrdə. İnternetdə yazsa bilə, bunu tapa bilər. Demək ki, maraqlanmır. Bunun çıxış yolu, mənim düşüncəm budur ki, birinci növbədə seçkilərə gedəndə, baxın, yenə də siyasətə gəlirik, seçkilərə gedəndə doğru düzgün qərar verib, bizə partiyalar yox, şəxsiyyətlər lazımdır. Baxın, bütün dünya siyasətinə diqqət eləsəniz, partiyaları deyil, şəxsiyyətləri seçirlər. Yəni,
inkişaf edilmiş Şəxslər ki, yəni ölkələrdə vətəndaşın sabah problemini həll edəcək, səsləndirə biləcək. səsləndirəcək. Bunun vicdanı var, bunun savadı var, bunun ürəyi var. Nədir o belə desə, el arası deyirlər, bu ürəkli adamdır. Bax, elənçi bir şəxslər seçmək lazımdır ki, misal Daur İsmayılovu seçiblər, dəstək olanlar var. Bugün Daur İsmayılov özünə muavin belə seçə bilmir adam. Baxın, 7-ci aya keçmişik. 7 aydır merd adam özünə 3-cü, 4-cü muavinləri seçə bilməyib. Niyə? Çünki özünün gücündə deyil, özünün əlində deyil. Onun üçün deyirəm ki, təyin olunub bu insan. Zaur Darğallı buna müdaxilə edə bilmir. Niyə? Çünki Zaur Darğallı da başqa yerdən təyin olunub. Bizə lazımdır ki, xalqın içindən çıxan şəxs xalqla bərabər işləsin, xalqla bərabər bu problemləri aradan götürmək üçün gecə-gündüz xalqın yanında olaraq bunu özü heç nə lazım deyil. 21-ci əsrdə TikTok var, Facebook var, Instagram var, YouTube var. Yəni bu sosial şəbəkələrdə sizin belə deyim vasitənizlə 24 Newsun vasitəsilə və ya Marniuldə bir neçə başqa medialarımız var ki, onların vasitəsilə bütün dünyaya və ən önəmlisi isə dövlət başçılarına, bugün hakimiyyətdə oturan hər kim olursa olsun və ya gələcəkdə kim olursa olsun onlara çatdıra bilər. Amma bunları edirmi? Etmir. Ona görə də bax bizim problemimiz oradan başlayır. Bizim problemimiz oradan başlayır və sonuçta gəlir nə ilə qarşılaşırıq? Məcburi şəkildə yol bağlamaq istəyirik, məcburi şəkildə aksiya edirik, məcburi şəkildə qarşı durma yaranır. Biz bunu istəmirik təbii ki. O kənddən olan insanlar, hər bir kənddən idi də orada. Şulaveriyə öz xoşlarından gəlməmişdilər ki. Şulaveridə vaxtını itirmək istəməzdilər ki. Çünki adamın məhsulu var qapısında. Gedib o məhsulunla məşğul olar. O bir gün itirmək, bir həftəyə geri çalmaq deməkdir. Siz bunu yaxşı bilirsiniz də. Bu sürətli inkişaf edən prosesdir. Belə deyim, çox üzr istəyirəm sizdən və sizin izləyicilərinizdən. Xiyar misal çəkirəm, vaxtında suyu verilməsə, geri düşür, çox verilsə, nə bilim, acıdadır, az verilsə, belə olur. Yəni bunların və ya o çalafan üstü havalandırması gec açılsa başqa bir problemi çıxır. Yəni demək istədiyim nədir? Hər bir saniyənin kəndçi üçün çox böyük önəmi var. Bunu biz yaxşı bilirik. Bunu Zaur Darğallı da, bunu Daur İsmayılov da, bunu Savalan Mirzoyev də və Ümumi Gürcü Arzusu Partiyasının nümayəndələri çox yaxşı bilirlər. Ən azından sizin bölgənizdən seçilmiş yerli bələdiyyə nümayəndələri var. Onlar da kəndçi babadır da. Onları göyə ayrılıb zəmbillə yerə enməyirlər ki, həmin kəndlərdə böyümüş insanlardır. Onlar da o işlə məşğul olub. Onların da babası, anası, nənəsi, atası bu işlərlə məşğul olub. Bunlar yaxşı bilirlər. Sadəcə olaraq o 300-500 min larli aylığı itirməmək üçün və ya hər hansı Amiran Görqadzinin xoşuna gəlməmək üçün bələdiyyə məclisində bunu səsləndirmirlər. Yəni, ona görə də mənim dəyərli dostum və əziz xalqım, gəlin biz bir kərə olsun bilə, bir kərə olsun yox, həmişə belə olaq ki, bugündən sonra həmişə belə olaq ki, ən azından siyasi proseslərdə düzgün şəkildə qərar verək. Əvvəlcə analiz eləyək. Əhsən. Düzgün qərar vermək üçün də 100% analiz lazımdır. Yəni, analiz edək, düzgün qərar verək. Mən çox üzr istəyirəm, amma müxalifəti də tənqid eləmək istəyirəm. Yəni, bugün müxalifətin biri qayıdıb deyir ki, filan məsələdə mən misal ucuzlaşdırmaq istəyirəm. Misalım, Saakashvilinin partiyası deyir ki, bizim 4 pillə proqramımız var, necə ucuzlaşdırırsan? Sən bir kərə olsun bilə kəndçinin yanına gəlibsənmi, gəlirsənmi, gələcəksənmi? Tiflisdə oturub da bizə yol göstərən lazım deyil. Bunu bir kərə anlamalıyıq ki, bizim yol göstərənimiz öz yanımızda olmalıdır. Uzaqdan görünən, o necə deyərlər, gözəl bir söz var bilirsiniz, göydə uçan göyərçindənsə əlimdə tutduğum sərçə daha faydalıdır. Bunu bir kərə xalq anlamalıdır. Mən bilirsiniz də tənqid edərkən Zaur Darğallının simpatik xallı oğlan olaraq tənqid edirdim. O gözəl olmağı, videolarda gözəl düşməyi bizə nə verir ki? Biz belə pis çıxmasın, pələptür kişi olsun, amma kişi kimi orada çıxsın bir xalqın
problemini, yumruğunu vuraraq parlamentdə heç yumruq vurmağa da ehtiyac yoxdur. Yəni səsləndirsin, desin ki, ay əziz parlament üzvləri, parlament sədri, mənim seçdiyim nazir, bir gəl mənim bölgəmə bir dərdimə bax da, bu xalqımın dərdinə bax və sabah seçkilərdə nə edəcəklər? Ay millət gəlin qoymayın bizə səs verin. Qardaşım, bizim millətin də böyük vədlər veriləcək. Bu boş vədləri artıq bezmədinizmi? Yəni bezmədikmi? Vallah, baxın, mən bilirsiniz də bir neçə zamandır siyasi proseslərdə aktiv şəkildə üzdə görünmürəm. Niyə? Çünki həqiqətən mən də bezdim. Yəni açıq da deyirəm. Bezdim bu xalqa deməkdən ki, qardaşım, bu istəkəni sənin qapına gətirə bilən gücə dəstək ol. O atalarımızın gözəl bir sözü var. Nə deyir? Deyir ki, kimsəsizə dayaq ol ki, desinlər dayaqdır. Güclüyə dayaq olma, deməsinlər yamaqdır. Yəni bu məsələyi bir kər anlamaq lazımdır. Vallah biz bunu anlamalıyıq. Bu kimsəsiz dediyimiz nədir? Yəni dedikləriniz bilirsiniz necədir? İnsanoğlu elə bir varlıqdır ki, onu bir il, 2 il, 3 il deməklə olmur. Yəni illər lazımdır ki, özünüz bilirsiniz ki, zaten cəmiyyəti cəhalətdən çıxartmaq üçün dahilərimiz illərlə vuruşublar, çalışıb, ömürlərini həsr ediblər. Ona görə də yəni bəlkə ola bilsin belə deyək, siz deyə belə deyək, ömrü tamamlayacaqsınız, amma sizdən sonra gələnlərə artıq o hazır o cəmiyyəti təqdim edəcəksiniz. Necə deyərlər, belə bu sözüm qurban olum Allaha təkəbbürlüyə yazılmasın bu sözüm. Yəni mən üzr istəyərək deyirəm, amma canım fəda olsun xalqıma. Ölsəm belə yetər ki, xalqım yaxşı yaşasın. Bunu tam səmimi deyirəm. Yəni bu ölümlü dünyada heç bir şəxs əbədi yaşamayıb, biz də yaşamayacağıq. Türkiyəli siyasətçinin çox gözəl bir sözü var. Mühsin Yazıcıoğlu, Allah ona rəhmət eləsin. Deyir ki, saniyəsinə hakim ola bilmədiyimiz bir dünyada fırıldaqlığa dəyməz. Vallah elədir. Yəni, heç bir vəzifə Sultan Süleymana qalmayan deyir, dünya bizə də qalası deyil. Mən buradan bu sözləri sırf ona görə deyirəm ki, Allah şahiddir. Kənd təsərrüfatı ilə məşğul olan xalqımız daha da günü güzaranı yaxşılaşsa, Allah şahiddir ki, mənə xoş olar. Yəni, mən bundan maddi olaraq heç nə qazanmıram, amma mənəvi olaraq mən güclənirəm. Bəy, əslində mənim o qədər suallarım var idi və sualları ümumiyyətlə verə bilmədim və biz sadəcə müzakirə etməli olduq. Yekun olaraq bir yekunlaşdırmaq istəyəm, amma qısa konkret edək. Ümumiyyətlə, vətəndaşların bu tələbi sizcə yerinə yetə bilərmi? Hansı ki, vətəndaşlar tələb edirlər ki, ölkəyə idxal olunan məhsulların rüsumları qaldırılsın ki, ən azı 2 ay, aprel-may aylarında ki, vətəndaşlar bu çətin vəziyyətdən çıxsınlar. Niyə? Çünki məsələnin kökündə biz dediyimiz subsidiyalar, heç bir güzəştlər olmadığı üçün, vətəndaşlar da bu gün kreditlə üz-üzə qaldığı üçün və kənardan gələn məhsulla da rəqabət apara bilmədiyi üçün bu gün çıxış yolları yalnız bu qalıbdır. Bir şey də deyim, hər il taxıl biçinində taxıl istehsalçıları dövlətdən tələb edirlər ki, rüsumları bir ay yarım taxıl biçini vaxtı qaldırılsın ki, ölkədəki taxıl istehsalçıları zərər görməsinlər. Bu necə, burada nə etmək olar? Və ya nə olacaq sizin fikriniz? Mən düşünürəm ki, birinci növbədə gəlin məsələyə bir kənardan, hələ bizim problem olmadığı üçün... Amma biraz lakanik baxaq. Lakanik deyəcəm. Bir kənardan baxaq, elə bil ki, bizim problem deyil, amma bu problem var və buna biz kənardan bir başqa şəxs kimi baxırıq, başqa ölkədə olmuş kimi baxaq. Birinci növbədə rüsumu yəni faizini qaldırmağa ehtiyac yoxdur. Mən düşünürəm ki, necə ki, siz söhbətimizin əvvəlində dediniz ki, məsələn, üzümçülüyü ilə bağlı bəzi regionlarda subsidiya verilir. Bilirsiniz necə verilir o subsidiya? Misal çəkirəm, ölkədə üzüm dərilən vaxtı hər hansısa üzümün məhsullarının adları var da, bilirsiniz, məsələn, sapirabisi var, növləri var. Onlara qiymət kəsirilir və bazar qiyməti ondan ucuz satılanda o aradakı fərqi dövlət ödəyir. Bizi də eləsinlər də, nə problem var ki? Qardaş, xaricdən gələn məhsulun qarşısını almasın, heç ehtiyac da yoxdur. Xaricdən gələn məhsul gətirir, bunu bugün 2 lira 50 qəpiyə sata bilirsə və ya 4 liraya sata bilirsə, bizim
vətəndaşa nə deyəcək? Deyəcək ki, sən neçə ton çıxartdın? Meriya var da və boşuna aylıq alanlar o sapokda gəzib də ayın sonu gəlib necə deyirlər, kartını salıb pul alanları boş işlətməsin, salsınlar kəndə. Hər bir kəndə qoysunlar bir nəfər, belə deyərdim ki, nəzarətçi. Nə etsin nəzarətçi? Hər bir kəndçi araşdırır da, gəlir deyir ki, Ayzər bəy, sizin neçə ton bu pomidorunuz çıxdı, məhsulunuz çıxdı və ya o birisi məhsullar fərqi yoxdur hər hansı. Bir belə 10 ton. 10 ton. Bunu vururuq kilar 50 qəpiyə. Sən satdın kilar 50 qəpiyə. Bazarı bilsin. Kilar 50 qəpiyə. Gerdən neçə lazım idi? Siz deyirsiniz 4-də. 1.50 fərqli var. Zərərim var. Bu 1.50 zərərini mən sizə ödəyirəm. Heç bir böyük problem deyil. Bu da milyardlarla pul deyil. Yəni bizim nəzərdə alsaq, bu ümum Marneuli bölgəsini və ya ümum Borçalıda harda bu məhsul əkilirsə, bunları nəzərə alsaq, heç bir böyük zərər görməyəcək bizim dövlətimizin büdcəsi. Tam tərsinə, həm kəndçimiz, az öncə dediyimiz kimi ayağa qalxa biləcək, həm də şəhərlimiz ucuz məhsul yeyə biləcək. Yəni, buna böyük bir fəlsəfə lazım deyil. Yenidən Amerikayı tapmaq lazım deyil. Real başqa ölkələrdə, ən azından da başqa ölkə hüquq imkanlara yaxın qonşu regionumuzda görülən işi burada da tətbiq eləmək lazımdır. Orada 10.000 tonlarla üzüm çıxıb, oradakı fərqi sən milyonlarla ödəyə bilirsənsə da, Marneoli'də çıxan məhsulun fərqini niyə ödəyə bilmirsən? Bax, bu devlətin borcudur və devlətin də boynundadır. Bugün bizim xalqımız kreditlər altında batırsa, bu hakimiyyətin günahıdır. Bugün məhsulu düzgün satılmırsa hakimiyyətin günahıdır. Bir neçə evin və kəndçinin evini artıq bank hərraca əlindən almaq istəyir. Əlindən alıb başqasına satdıqları da var. Bunu da dəqiq bilməm. Elə sizin sözünüzə qüvvət, hətta bizim bilirsiniz Marneoli'də mərkəzi məscidin nəzdində fond var, İmam Əli fondu. Hətta bir dəfə mən xatırlayıram ki, o fondun köməkliyi ilə bir kəndçimizin bank əlindən evini almışdı, başqasına satmışdı. Xalq olaraq millətdən biz o fondda biz deyərkən xalq mən ümumi nəzərdə tuturam, fond yığdı, həmin evi geri ala bildi, öz sahibinə qaytardı. Yəni bu günə gətirib çıxartmaq ən əsas belə deyərdim ki, başçısı, problemin başı məhz elə hakimiyyətidir. Aydındır. Yenə mövzu çox genişdir. Burada hətta maldarlıq məsələsi də var idi əslində sualımda, amma gələ bilmədik. Qısaca deyə bilərik ki, həqiqətən bugün otaracaqların özü böyük problemdir. Şəxsi bir neçə biznesmenlərin əlində torpaq sahələri cəmləşib, vətəndaş otaracaq problem yaşayır və bugün ona görə də mal, qoyun saxlaya bilmir. Nəticədə bugün bazarda ətin qiymətini biz müşahidə edirik. Bəli. Yəni, kənd təsərrüfatı sahəsində təəssüflər olsun ki, böyük problemlərimiz var. Problem deyil, bu çöküşdür artıq, bu həqiqətən çöküşdür. Və burada məsuliyyət yerli bizi təmsil edən nümayəndələrin üzərinə düşür ki, aidiyyatı qurumları bölgəyə cəlb etsinlər. Yenə deyirəm, vətəndaş bugün kəndçilər nazirliklərə çıxa bilmirlər. O nazirlikləri bölgəyə gətirən Zavur Darğalı olasıdır, Davur İsmail olasıdır, Savalan Mirzoyev olasıdır. Bəli, bu qaçınılmaz faktdır və reallıqdır və hətta sizin sözünüzə qüvvət bir məsələyə də istəyirəm izləyicilərinizin nəzərini çatdırım. Biz deməli Kobaxidze, Bizina İvanişvilinin baş naziri Kobaxidze qayıdıb deyir ki, Gürcüstanda yarım kilo ət onlar idi. Buna roliklər çəkirlər artıq TikTokda bizim belə deyərdim Gürcüstanlı blogerlərimiz və hətta biri getdi canlı marketə girdi, orada ət aldı, yumurta aldı, deməli günəşə baxan yağı aldı, qiymətlərini göstərdi. Hətta Avropa ilə deməli müqayisə elədi. Bizdə o tutan 50 larlik paket, misal çəkirəm, hər nə almışdısa, ət yox idi, amma bunun içində ətin sadəcə qiymətini dedi. Çünki ətin qiyməti Tiflisdə 40 larya yaxındır. Bəli, 1 kilosu. Orada deməli bizdə 50 larya yaxın tutdu, Avropada isə 13 lar tutdu. Yəni biz həm nə qədər inkişaf edirik? Yəni hara gedirik? Ona görə də deyirəm ki, artıq kənd təsərrüfatı da çöküb. Ölkə də çökmək üzərədir. Xalq artıq
oyaq sayaq olmalıdır, analiz etməyi bacarmalıdır və analiz edərək də dediyim kimi yalan vədlərə artıq doğru gedilməməlidir. Yalançıları artıq bir kənarda qoyub koalisyon şəkildə hakimiyyət qurulmalıdır ölkədə və bu koalisyon şəkildə qurulan hakimiyyət yalnız və yalnız o şəraitdə biz ölkəmizi xilas edə bilərik. Çünki koalisyon hakimiyyətin önəmliliyi nədir? Hər bölgədən başqa-başqa partiyalardan nümayəndələr seçilə bilər parlamentdə, nazirliklərə hətta bizdən nazir və nazir müavinlər seçilə bilər ki, onda biz artıq düz mərkəzdən, bəli, mərkəzdən tələb edə bilərik və mərkəz də artıq regiona daha çox diqqət ayırar və diqqət yetirir və bu problemləri həll edə bilər. Yəni bu çıxış yolu. Təşəkkür edirəm bəy. Bir daha çox sağ olun. Yenə də suallarımızı tam sizə verə bilməsək də, amma düşünürəm ki, bu vaxt ərzində müəyyən suallara cavab tapa bildik. Bir daha çox sağ olun. Çox sağ olun, var olasınız. Əziz tamaşaçılarımız, bugünkü verilişimiz də burada yekunlaşır. Növbəti həftə sonu yenidən ətrafımızda, icmamızda baş verən proseslərlə bağlı görüşmək ümidi ilə sağ olun, salamat qalın.